Xoş gördük. Yenə bir maraqlı şəxslə qarşınızdayıq. Valyuta az olaraq söhbətləşəcəyik. Deməli, mən adətən müxtəlif müsahibələr etmişəm indiyə qədər və onların hər birini fərqli bir hansısa bir tarixçə ilə yadımda saxlayıram. Bu dəfəki qonağımızı yadımda saxlama səbəbim biraz onun belə deyək də çox adamın diqqətində olacaq bir məsələ ilə bağlı yadımdadır. Məsələ nə idi? Biz ötən hardasa bir 5-6 il öncə bir müsahibə etmişdik və orada demişdik ki, 40 yaşımda artıq səhər tezdən budilniklə oyanmaq məcburiyyətim olmayacaq. Çünki mən o vaxta qədər özüm üçün elə bir karyera quracağam ki, artıq yəni belə bir məcburiyyətim olmayacaq. Mən rahat istədiyim, yəni rejimimi özüm quracağam. Və həmin şəxs indi biz 40 yaşına 2 il qalıb və görək həqiqətən də o sistem formalaşdırıla bilirmi? 2 il ərzində, 2 il məncə daha yaxındır və bilmək olar ki, artıq vəziyyət nə yerdədir. Pərviz bəy, xoş gördük sizi studiyamızda. Deməli, Pərviz Həsənov Abu Dhabidə Halliburton neft şirkətində tamamlama üzrə mütəxəssisdir. Onunla karyerasına nəzər salacağıq. Xoş gördük bir daha. Xoş gördük Aygül xanım. Çox təşəkkür edirəm məni bu gün dəvət etdiyiniz üçün. İkinci o sözünüzə deyim ki, yəni artıq 40 yaşım olmamla son 2 il qalır və bu biz onu soruşacağıq ki, necədir vəziyyət? Vəziyyət odur ki, artıq demək olar ki, yarısına çatmışıq və birazdan onu daha ətraflı danışarıq. Danışarıq, yaxşı. Deməli, Pərviz bəy, elə istəyərdim sizin karyera yolunuza nəzər salmaq istəyirik bu müsahibədə ki, necə başlamısınız, necə gəlmisiniz? Ümumiyyətlə, sizin o vaxtki müsahibənizdə mənim diqqətimi çəkən bir məqam o idi ki, ilin şagirdi seçilməyiniz. Yəni, əvvəldən yaxşı oxuyan şagird olmusunuz, deyəsən, məktəb dövründə və s. 9-cu sinifdə ilin şagirdi seçilmisiniz. Maraqlıdır, yəni, bəzi şagirdlər özləri oxuyurlar. Məsələn, mən özüm oxuyan bir şagirdəm deyir və heç ona, məsələn, valideyn də oxu demir. Bəzilərini müəllim yönəldir, bəzilərini valideynlər üzərində durur. Siz yəni əvvəldən özünüz yaxşı oxuyan şagird olmusunuz, yoxsa bu nəyin sayəsində olub? Yəni valideynmi, müəllimmi, məktəbmi? Belə deyim, əsas təqdim olundum neft sektorunda bir mühəndis olaraq. Doğru, səmimi desəm, bu mənim demək olar ki, ruzimi qazandığım bir peşədir. Amma vətənimdə isə gənclər tərəfindən, auditorium tərəfindən mən daha çox yazar, təlimçi və mentor kimi tanınıram. Niyə belə çox şaxəli? Çünki mən gənc olanda, məktəbli olanda, bir 9-cu sinifdə oxuyan Pərvizə bir baxsaq, o dövr idi ki, YouTube-un olmadığı bir dövrdən danışırıq bütün bunların və orada səhnələrdə bir sizə yol göstərəcək uğurlu bir iş adamı obrazı demək olar ki, yox idi. Və o dövrdə mənim bir xəyal qutum var idi. O xəyal qutu evimizdəki o Sovetin televizoru idi. Və o televizorda mən iş adamlarını görəndə mənim xəyal dünyam o iş adamı üzərində qurulurdu və çox sadə idi xəyallarım. Xəyallarım o idi ki, mən bu həyatda yaxşı yaşamaq istəyirəm. Səbəb o idi ki, mən bir fəhlə oğluydum. Bir fəhlə ailəsində böyüdürdüm. Sumqayıtda limitli bir ailə şəraitində. Və bu şəraitdə, bu dünyanın içində mən çox xəyalpərəst, səfehcəsinə bir xəyalpərəst idim və mənim o xəyal qutumdakı o dünya, o dünyadakı iş adamı və mən onun xəyalını qururdum ki, bu iş adamı olacam. Və dediyim kimi... Və bu sizi motivasiya eləyirdi yaxşı oxumağa? Bəli. Və o dövrdə də, belə deyim, tövsiyə alacağımız bir iş adamlarına demək olar ki, bizim əlimiz çatmırdı. Və mənim tövsiyə alacağım sadəcə kənardakı insanlar idi və böyüklərim dediyimiz insanlar və böyüklərindən soruşanda ki, mən necə bu həyatda uğurlu ola bilərəm, onların mənə olan tövsiyəsi 2 yönlü oldu. Dedilər ki, oğul, sən 2 şeyə sahib olmalısan. 1, pula, bir də ki, elmə. Hətta pulu elmdən öncə dedilər. Və bütün o anda aldığım tövsiyə ilə mənim bir hədəfim oldu ki, mən bu həyatda yaxşı pul qazanmalıyam və elmə sahib olmalıyam. Elm hissəsi məktəb, formal təhsil və bu təhsili oxudum. Çox yaxşı oxudum, yəni. Qaldı ki, oradan gələndə ki, pulu necə qazana bilərəm? O anda bir yol tutmalıydım və təşəkkür edirəm o riyaziyyat müəllimi, məni 11-ci sinifdə hazırlaşdıran müəllimi. O mənə baxdı və dedi ki, Pərviz, görürəm sənin bu həyat adına bir potensialın var. Amma baxıram, nə bir daydayın, nə bir böyüyün, nə sənə yön göstərən yoxdur. Ona görə sənə tövsiyə edirəm ki, bu Azərbaycanda neft sektorunu tut. Çünki o üzrə ixtisasları da yaxşı bilirsən. Bu elə bir ixtisasdır ki, burada heç bir daydayın, heç bir dəstəyin olmadan sən rahatlıqla özün karyera qura bilərsən, ailə həyatı qura bilərsən, həyatda tutuna bilərsən, öz ayaqlarının üzərində dura bilərsən.
Yəni tam səmimi deyim, mənim belə mühəndisliyə çox da gözüm atmırdı. Mən həyatda sadəcə yaxşı yaşamaq istəyirdim və o anda, o dövrdə mənə göstərən ki, yolun buradan keçdiyi göstərildi və biz də ona görə bu yönümlü başvurduq və şükürlər olsun ki, Azərbaycan Dövlət Neft Akademiyasında məhz elə ixtisasım üzrə, mühəndislik üzrə təhsil haqqı qazandım və o üzrə təhsil aldım və o üzrə də bu sektora yönəldim yəni. Amma Pərviz bəy, belə bir yanaşma da var. Deyirlər ki, yəni sevdiyin sahəni seçməsən, uğurlu olma şansın yoxdur. Bəli. Belə deyək də, siz özünüz sevərək bir sahəni seçməmisiniz. Bəs necə uğurlu oldunuz? Yaxşı, ilk iş yeriniz belə deyək də qlobal neft şirkətlərindən, böyük neft şirkətlərindən hətta biri olur. Bunu icazənizlə biraz izah edim. Çünki gənclər bu mövzuda bu sualı doğrudan izah etməliyəm ki, məntiqlərinə tam aydın otursun. Bizim oxuduğumuz bütün kitablarda, baxdığımız bütün videolarda bu deyilir. Yəni işini sev və bununla da sən həyatda xoşbəxtlik tapacaqsan. Amma bunu deyilən insanlar Amerikada yaşayır. Yaşadığımız bu coğrafiyada insan öz bir peşəsini sevə bilər. Amma mənim hər zaman gənclərə o tövsiyəm olur ki, sevdiyin peşənin bir market, bazar araşdırması elə. Nə yönümlü? Bu peşədə mən ən yüksək pilləyə çatsam, mən bu həyatda nə qədər gəlir əldə edəcəm. Və bunu analiz etməlisən ki, bu gəlir mənim xəyallarımı gerçəkləşdirməyə, yaşamaq istədiyim həyatı yaşamaqda kifayət edəcək yoxsa yox. Çünki həyatda hər kəs bir peşə, bir yön tutur, düzdürmü? Bəzi peşələr sənə neçə 100 manat qazandırır, bəzi peşələr sənə neçə 1000 manat qazandırır, bəzi peşələr sənə neçə 10.000 manat qazandırır, düzdürmü? Əgər neçə 100 manat qazanacağın bir peşə tutduqda, tam səmimi deyim, sən o peşəni sevə bilərsən, amma o peşə ilə sən həyata tutuna bilməyəcəksən, ən az bir ailənin qeydinə qala bilməyəcəksən, bu zaman həyat adına, özünün, öz şəxsiyyətin adına və həyata küsəcəksən, özünə küsəcəksən və o peşə artıq sənin sevdiyin yox, sanki küskün olduğun bir peşəyə çevriləcək. Ona görə mənim gənclərə tövsiyəm odur ki, əgər sevdiyiniz peşə sizə bu həyatda neçə 1000 manat qazandıracaqsa, bravo, təbrik edirəm, bu yolu tutun. Əgər xeyr, o sizə maddi bir qazanc verməyib, sadəcə mənəvi qazanc verəcəksə, mənim gənclərə tövsiyəm olur ki, sizə kifayət qədər, yetəcək qədər pul qazanacaq bir peşəni öyrənin, o peşə üzrə istiqamət alın, sevdiyiniz sahədən isə heç bir maddi təmənna gözləmədən hobbi kimi məşğul olun. Yəni bunu hər zaman bunu tövsiyə edirəm. Mən üzərimə deyim ki, həyatda sevdiyim sahələr yazar olmaqdır, təlimçi olmaqdır, spiker olmaqdır. Mən burada kimsən xətrinə dəymək istəmirəm. Təbii ki, Azərbaycanda kifayət qədər maddi gəlir qazanan yazarlar və spikerlər var. Amma mənim üçün o kifayət deyil. Yəni mənim üçün kifayət gəliri neft sektoru təmin elədiyi üçün o sektor üzrə yönəlmişəm və bunun sayəsində mən maddi təmənna gözləmədən yazarlıq edirəm. Yəni neçə ədəd kitab satıldığı mənim çox da belə deyim diqqətimdə olmur və ya bir gün bir təlim keçəcəm, oradan auditoriyaya neçə nəfər gələcək, bu mənə çox da narahat eləmir. Mən bu işlərimi sevərək edirəm. Yəni hətta bu gün burada heç bir təmənna gözləmədən sadəcə bu gün sizin qarşınızda olmaqdan zövq aldığım üçün buradayam. O yöndən mən həmişə deyirəm ki, sevdiyiniz peşəni öncə araşdırın, sonra qərar verin ki, mən o peşəyə gedim yoxsa yox. Yəni qazancımızı düşünməliyik mütləq. Bəli. Bu coğrafiyada mütləq şəkildə düşünməliyik. İlk iş yerinizi tapmağınızdan danışanda demisiniz ki, ilk iş müsahibəsində hətta xaricdə təhsil almış şəxslər də var idi. Bəli. Amma mən seçildim. Seçilmə səbəbiniz də demisiniz ki, mən məqsədlərimdən də danışmışdım. Necə danışdınız? Məsələn, səmimi şəkildə izah elədiniz ki, məqsədlərim budur. Mən məsələn tutaq ki, yaxşı bir maşına, yaxşı bir bağ evinə və sair sahib olmaq istəyirəm. Yoxsa dediyiniz daha bir rəsmi bir məqsədlər idi? Bu cavabı hər zaman o suala üzərinə bu cavabı verirəm ki, mən necə edim ki, müsahibədən keçim, professional şirkətlərin müsahibəsindən keçim sualına hər zaman bunu misal gətirərək danışıram. O vaxtı biz ikinci kursda oxuyurduq hələ universitetdə, kör-körənə irəliləyirdik, bilmirdik bizi necə bir gələcək gözləyir və mənim özümü layiq bildiyim, yəni Azərbaycanda bir çox professional, beynəlxalq dərəcədə şirkətlər fəaliyyət göstərir. Amma mən heç zaman özümü tələbə vaxtı onlara layiq belə bilmirdim. Yəni düşünürdüm ki, uzaqbaşı yerli bir şirkətlərdə mən bir karyera qura bilsəm, həyatda çox minnətdar olaram.
Amma şükürlər olsun, o vaxtı mənim bir qrupda daha aktiv olan tələbə yoldaşım var idi. O bu şirkətlərlə maraqlanırdı. Özü yayda bu şirkətlərdə yay təcrübə proqramı keçirilir. Tələbələri alıb 1 aylıq, 2 aylıq işlədib onlarla tanış olurlar. Tələbənin potensialı ilə tanış olurlar. Bu tələbə yoldaşım 2-ci kursdan 3-cü kursa keçəndə artıq bu şirkətlərdən biri olan Schlumberger fransız neft şirkətində o təcrübədən keçmişdi və 3-cü kursda o mənə deyirdi ki, Pərviz, səndə də alınar, sən də baş vur. Sırf onun mənə verdiyi motivasiya ilə, özgüvənimi biraz yüksəlməsi ilə mən yayda artıq bu təcrübə proqramına birinə baş vurmuşdum. Və o intervyu prosesi idi, ora hər yandan baş vurmuşdular və mənim qarşımda Afrikalı bir mütəxəssis əyləşmişdi. Onun işi qərar verirdi. Biz bu tələbəni şirkətdə şans vermək istəyirik, yoxsa yox. Və mən həmin anda təbii ki, bir Azərbaycan gəncinin belə bir ortama düşəndə klassik sıxıntıları, özgüvənsizliyi, mən indi nədən, bütün bu hissləri mən də yaşayırdım. Amma onda bir saniyə çək içində mən bir qərar verdim. Yəni mən həmişə demişəm, kasıb həyatda. Yəni müsahibə prosesində. Həmin anda o öncədən hazırlanmış bir şey deyildi. Mən həmişə demişəm ki, kasıb hər zaman həyatda bir addım öndədir. Niyə? Kasıbın itirəcəyi bir şey yoxdur. Zaten dibdədir, belə deyək. Və həmin adam qarşısında oldu, mən özümə dedim, Pərviz, buradan ya irəli gedəcəksən, ya da geriyə, Sumqayıt həyatına geri qayıdacaqsan. Mənim üçün geri demək, belə izah edeyim, mən bir fəhlə oğluydum. Bəzilərinin valideyni hər zaman övlada çox böyük təsir eləyir. Bəzilərimizin valideyni bizə motivə edir, bəzilərimizin valideyni bizə həyata demotivə edir, ruhdan salır. Şükür olsun, mənim valideynlərim hər zaman həyata məni motivə ediblər. Mənim atam mənə bir söz deyirdi ki, Pərviz, həyat adına heç vaxt narahat olma. Sənin gələcək karyera planın hazırdır. Mən təhsil həyatını bilmirəm. Mən fəhləyəm, amma daşı daş üstünə qoyub səni oxuduram. Ya oxuyacaqsan, gedib adam olacaqsan, bunu sən özün öz yolunu tapmalısan, ya da heç narahat olma, fəhləliyə mənim yanımda sənin üçün hər zaman karyera hazırdır. Yəni ata bala, bəli, birlikdə çalışıb evləri tikə bilərik. Və mən atamın həyatına baxırdım. Səhər saat 8-də gedib gecələrə qədər işləyirdi ki, pul qazansın. Mən bu həyatı istəmirdim. Mənim üçün yaşamaq istədiyim həyat televizordakı uğurlu iş adamının yaşayacağı həyat idi, yəni. Və mən o intervyuda bir şey dərk eləyirdim. Mənim yolum bu şirkətdən keçəcək. Xəyallarıma gedən yol. Və öz-özümə dedim ki, Pərviz, ya bu insanla müsahibədən qalib çıxacaqsan, yol sənə açılacaq, ya da ki, sıxınacaqsan, utanacaqsan, suallara cavab verə bilməyəcəksən və bu həyata geri qayıdacaqsan. Və bir anda bütün o sıxıntımı, həyəcanımı qoydum bir kənara və başladım danışmağa. Önəmli olan budur, özünü ifadə etmək. Danışıq ingilis dilində gedirdi və mənim ingilis dili səviyyəm Sumqayıt English. Bu yəni. Bundan da artıq. Amma bir şey vardı. Danışırdım. Bütün necə ifadə edim, gözəl anası passion sözünü bütün ehtirasımla danışırdım. Şövq deyirlər bizim dildə ona. Bütün şövqlə danışırdım ki, mən bu həyatı necə istəyirəm və bu həyat sizin şirkətdən keçir. Ona görə də qısa bir zamanda mən sizə lazım olan mütəxəssisə çevriləcəm. Sadəcə mənə bir şans verin. Və o insan məni seçdi və rəqiblərimdən soruşsaz, həqiqətən də niyə Pərviziz, niyə sizi yox? Onlar bir şey deyəcəklər. Pərviz o adamda təsir yaratdı və bir intervyudan keçməyin qızıl açarı bax budur. Qarşınızdakı insanın qəlbinə toxunmağı bacarmalısınız. Fərqi yoxdur, intervyudasınız, müsahibə fərqi yoxdur. Spikersiz, səhnədəsiz, insanlarla danışırsınız, fərqi yoxdur iş həyatında və ailə həyatında. Qarşısındakı insanın bir dənə hədəf qoymalıdır insan. Danışarkən onun qəlbinə toxunmağı bacarmaq. Və belə bir şirkətlərdə məsələ sizin texniki cəhətdən nə qədər hazır olmağınızda deyil. Məsələ o anda onun qəlbinə toxuna bildin yoxsa yox. Əgər qəlbinə toxunmağı bacarsan, sizi seçmək üçün özlərində 1000 dənə səbəb olacaq. Düzdür, bu yerləri zəif idi, amma bu səbəblərdən bu insanı biz götürək. Yox, əgər siz sadəcə gəlib şablon danışıb, qəlbə toxunmadan çıxıb geçsəniz, nə qədər güclü bir kadr olursa olsun, sizi kəsməkləri üçün də 1000 dənə səbəb olacaq. İkinci kursdan sonra davamlı orada işlədiniz? Üçüncü kursu yayda artıq orada işlədim və dördüncü kurs geri qaydanda mən artıq həyatı anlamışdım. İş həyatı nədən ibarətdir və formal təhsilin, belə deyək, yanılğılarından da ayılmışdım bir an və artıq dördüncü kursda ki, bu çox gec zamandır, amma mən dördüncü kursda başladım öz təhsilə, şəxsi inkişafa. Artıq təhsil mənə təhsil verməlidir, yox, mən
özümə təhsil verməliyəm psixologiyasına keçdim və 4-cü kursda artıq bilirdim ki, bu şirkətdə mən nəyə hələ məndə əksikdir. 4-cü kursu bitirənə qədər o əksiklikləri tamamlamaq üzrə şəxsi inkişafda oldum. 4-cü kursda yenidən başvurdum bu şirkətə və şükürlər olsun ki, o şirkət məni birbaşa işə götürdü və mənim karyer həyatım birbaşa professional xarici bir şirkətdə başladı və oradan da bu günə kimi davam edir, belə deyək. İlk maaşınızdan danışım. Əgər xarici neft şirkətində işləmisinizsə, maaşınız da yəqin ki az məbləğ olmuyor. Bilmirəm o dövr üçün necə idi. Yadınızdadır hansı məbləğdə bir maaş alırdınız? Bunu demək biraz etik olmaz, amma ki o dövrdə mənim kimi 21-22 yaşlı bir gənc üçün çox böyük bir məbləğ idi. Və gənclərə hər zaman onu tövsiyə edirəm. Bu biraz danışacaqlarım biraz soyuqqanlı çıxacaq. Amma mən bunu olduğu kimi danışmalıyam. Bizim Azərbaycan mentalitetində yetişən bir gənc, mən nəyi bəyənmirəm və nəyi dəstəkləmirəm. Bizdə gənclər hər zaman necə yetişdirilir? Sən böyüyəcəksən, valideynə baxacaqsan. Bəli. Və gənc hər zaman özünü təsdiqləmək adına valideyn qarşısında hər zaman buna zad atır. Tez ikən pul qazanım, tez ikən valideynə baxım. Amma mənim hər zaman bir 20-li yaşlı bir gəncə tövsiyəm odur ki, sənin valideynin hələ də öz-özünə baxa bilir. Ona görə sən 20-li yaşdan 30-lu yaşa qədər öz həyatını qurmağa fokuslanmalısan. Əgər sən 20-li yaşda öz həyatını qurmağa fokuslansan, 30-lu yaşda özünə də, valideynə də və bir çox sevdiklərinə baxacaq gücdə bir insana çevriləcəksən. Amma sən o 20 yaşdakı gəlirini sadəcə illərdir ailədə yığılmış problemləri həll eləməyə sərf etmiş olsan, sən heç zaman özünü gücləndirməyə, özünü yetişdirməyə maddi olmayacaq sənin bir maddi dəstəyin. Ona görə mən o dövrdə hələ də yadımdadır, bankomatdan qırr belə pul çıxır, o pulu götürürəm, gəlirəm evə, keçirəm valideynimin qarşısına, deyirəm ki, çox sağ olun bu günə kimi məni yetişdirdiniz. Bu da bunun bəhrəsi, bu mənim ilk maaşım. O pulu qoyuram stolun üstünə. Çox duyğusal bir andır. Təbii ki, valideynlərim kövrəlir. Maaş da yaxşı məbləğdir. Maaş yaxşı məbləğdir. Bütün bu keçilən çətin günlər demək olar ki, sona çatdı. Çünki artıq bu ailəyə yaxşı bir pul gələcək. İndi bütün bu dramatik tamaşa bitir. İndi belə deyək, bir stoldur, divan, mən də ayaq üstəyəm. Drama bitir. İndi pulu götürməliyəm, amma ki pul valideynlərə tərəfdir və mən çəkinirəm o pulu götürməyə. Və bizim mentalitetdə ailə sistemi budur. Yəni ata çöldən, daşdan da olsa pul qazanıb evə gətirməlidir. Ana da ki evin baş mühasibidir. Ana da o pulu alıb evi idarə etməlidir. Və övladlar da böyük başa çatandan sonra onlar da gətirib pulu və ana da normal mühasibdən keçib baş mühasib olacaq. Çünki artıq 2-3 gəliri idarə eləyəcək. Bizim ailə sistemi belə formalaşıb yəni. Amma normal mənim hər zaman gənclərə tövsiyəm odur ki, ilk gəlirini qazandığın andan sən gəliri 3 hissəyə bölməlisən. Birinci hissə həyat xərclərinə, ikinci hissə həyata kapital olaraq kənara atmalısan. Bu həyatda sən öz kapitalın olmalıdır, öz xəyalındakı gələcəyi qurmaq üçün. Üçüncü hissə şəxsi inkişafa ayırmalısan. İndiki səni daha güclü sən edəcək kitablara, təlimlərə və s. Amma biz hər zaman gəlirin hamısını xərcləyirik ehtiyaclarımıza və Azərbaycan ailəsinin ehtiyacı heç vaxt bitmir. Sən bugün 200 manat qazanda ehtiyaclar ona görə olur, sən sabah 1000 manat qazananda ehtiyaclar qalxıb 1000 manata görə olur. Ona görə də bir insan 30-lu yaşına çatanda hələ də həyatda heç nə etməmiş olur. Ona görə də hər zaman tövsiyə edirəm ki, bu çox soyuqqanlı səslənir, amma qayda bir, həyatda sənin gəlirini səndən başqa heç kim bilməməlidir. Ana da mı? Bəli. Həyat yoldaşı da mı? Bəli. Hələ də mənim gəlirimi həyatımda heç kim bilmir və bunu hörmətlə, sayğı ilə qarşılayırlar. İkinci, sən bir gəlir qazananda mütləq şəkildə onun nə qədər olduğunu bildirməməlisən. Biz həvəslənib onu daha çox bildirməyə çalışırıq. Gəlir qazanan kimi, dediyim kimi, bu o 1/3 hissəyə böləndə, indi yaxşı, heç olmasa 1/3-ə də bölməyəndə, heç olmasa 3/2-yə bölürsən, geridə 1/3 qalır. O 1/3 məbləği kənara atmalısan və o məbləği qazandığını da unutmalısan. Necə? Bir işə düzəldin, o işdə sizə 1200 manat gəlir verirlər. Amma həyat belə qismət elədi, 1200 manat verdilər, düzdürmü? 800 manat verə bilərdilər.
Əlbəttə verə bilər. Etiraz edəcəydiniz? Yox, 800 manat işləyəcək, düzdürmü? Bu zaman nə özünüzə deyirsiniz ki, mən 800 manat qazanıram, 1200 manat yox. Və o 400 manatı unudursunuz. Hətta ölüm dirim məsələsi beləsə unudursunuz və o 400 manatı həyatınıza, şəxsi inkişafınıza, kapitalınıza, öz xəyalınızı gerçəkləşdirməyə xərcləyirsiniz. Qalan hissəni isə ehtiyaclara, xərclərə qarşılayırsınız. Və beləcə mən ilk ayımın maaşı ana mənimsəmişdi və mən o boyda insan hələ də deyirdim ki, ana mənə yol pul ver, şirkətə gedim gəlim. Bir müddət sonra isə oturduq, danışdıq, böldük ki, artıq bu pulun bu qədər hissəsi mən sizə, bu qədər hissəsini özümə ayıracağam. Yəni ümumi ilk gəlirdən gənclərin necə o pulu xərcləməli olduqlarını belə tövsiyə edirəm. Hətta bəzi gənclərdə o səhvi görürəm ki, valideyn hələ də ona maddi dəstək olur, amma o bunu geri çevirir. Bildirir ki, ata mənə artıq pul verməyə ehtiyac yoxdur, mən özüm öz pulumu qazanıram. Xeyr. Bunu etməməlisən. Valideyn hələ də dəstək olursa, qoy dəstək olmağa davam eləsin. Sən bunu şəxsi inkişafa investisiya elə. Nə gözəl, yəni. Düzdürmü? Mənim qısaca, yəni bu mövzuya maddi gəlir yanaşmam budur. Biraz soyuqqanlı və sərt alına bilər. Tənqid də olunuram zaten həmişə, problem deyil bu mövzuda. Amma gənclərə tövsiyəm budur. Yəni gəlirinizi birinci özünüzü yetişdirməyə xərcləməlisiniz. Və siz də zamanla hər maaşınızda deyək ki, özünüzü yetişdirməyə pul xərcləyirdiniz. Bəli, bəli. Və o gündən bu günə də mən nə qədər qazanıram, heç kəsə bu məlum deyil yəni. Amma 12 ildə artıq Abu Dhabidə fəaliyyət göstərirsiniz, müxtəlif iri neft şirkətlərində işləyirsiniz. Ümumiyyətlə bu ölkə xaricinə getmək qərarı necə oldu? Çünki belə deyək də, onsuz da xarici neft şirkətinin Azərbaycan bölməsində işləyirdiniz. Bəs ölkə xaricinə getməyiniz necə oldu? Niyə qərar verdiniz ki, mən ora gedim və burada davam edim? Olar mı orasında hekayə kimi izah edim? Aha, olar. Buyurun. Deməli, insanda o düşüncə olur ki, 20 yaşlı bir gənc üçün, əgər mən Azərbaycanda professional bir şirkətə düzəlsəm, vəssalam, həyatın bütün ehtiyacları qarşılanacaq, hər bir problemim həll olunacaq. Yaxşı, sual versə ki, mənim xəyalım nə idi? Mənim o xəyal qutusunda gördüyüm insanın, uğurlu iş adamının sürdüyü bir Amerikan maşını var idi. Onun yaşadığı ev bir dənizə baxırdı. Və o vaxtda da Argentina, Braziliya serialları gedirdi. Hamı orada varlı idi, hamı ağ villalarda qalırdı, hamının həyatı hovuzu vardı və mən belə bir həyat yaşamaq istəyirdim. Yəni o seriallara baxırdınız və oradan orada bir xəyal qururdum ki, mənim yaşayacağım həyat bu olacaq və mən bunu Sumqayıtda bir 2 otaqlı bir mənzildə xəyal edirdim. Amma bizə təlqin edirlər ki, oradakı həyatı çox da arzulamayın. Bəli. Çünki bizə gerçək, xəyalpərəst yox, gerçəkçi olmaq, materialist olmaq təlqin olunur. Ona görə də belə insanlara, mənim kimi insanlara səfeh kimi baxılır, yəni. Amma bir seçim var. Bəli, həyatımın çox məqamı elə oldu ki, dedim bəlkə haqlıdılar. Bəlkə mən sadəcə xəyal qururam və bu boş bir xəyalla özümü alladıram. Nə yaxşı vaz keçmədim. Nə yaxşı xəyalpərəst olmaqda davam elədim və bu gün yaşadığım həyat 15 yaşlı Pərvizin sadəcə xəyalları üzərinə qurulmuş bir həyatdır. Başqa heç bir şey, yəni budur. Və gəldim Azərbaycanda professional bir şirkət və bir karyerist kimi işləyə biləcəyim ən top bir nöqtədəyəm. Bundan başqa bir şirkətdə işləyirəm, başqa bir top nöqtə buradır yəni. Və özümdən bizdə də orada fəaliyyət göstərirdi yerli işçilər və əcnəbi işçilər, beynəlxalq dərəcəli işçilər. Və yəqin bilirsiniz, əcnəbi işçilərə yerli işçilərdən neçə qat daha yüksək gəlir verirlər. Və o vaxt mən də o dar düşüncədə idim ki, baxırdım bunlara, deyirdim ki, bu haqsızlıqdır. Niyə yerli işçilərə bu qədər, amma xaricilərə bu qədər verilir, belə olmamalıdır falan. Bu cür yanaşma ilə yanaşırdım. Və baxdım özümdən neçə il əvvəl işləyən Azərbaycanlıların həyatına, sürdüyü maşına baxdım, yaşadıkları mənzilə baxdım ki, 5 il sonra mən də bunların səviyyəsinə gələndə yəqin mənim də yaşayacağım maksimum bu olacaq. Amma gördüm ki, mənim xəyalımdakı maşın, ev, hər bir şey həyat budur, amma onların yaşadığı həyat budur. Və orada xəyallarım biraz puç oldu. Axı, mən gözləntim oydu ki, mən bu şirkətdə bu gəliri qazanıb bunları yaşaya biləcəm. Amma gerçəkliklə qarşıda gördüm ki, həyat elə də deyil. Yəni, Bakıda həyat çox bahalıdır. Hələ sən bir evlisənsə, demək olar ki, sənin bütün həyatın xərclərin sadəcə həyatı təmin etməyə gedir. Ay filan şeyi xəyal eləyin, bu hər adama qismət olmur. Və bir də baxdım bizdəki xaricilərə və gördüm ki, onların yaşadığı Azərbaycanda onlara Nərimanovda çox gözəl mənzil verirdilər və ya Şıxov tərəfdə villalarda yaşayırdılar, onların sürdüyü maşınlar və mənim üçün artıq bir mentor kimi, bir xəritə kimi gördüyüm insanlar bu yox, əcnəbilər idi. Və ona görə də o vaxtda mənim mentorlarımdan biri Jose Zabala, Venezuelalı idi. Yaxınlaşdım Jose'yə, gəncəm, gənc kadram. Dedim, Jose,
Bu həyatda necə bir mühəndis olacağımı sən mənə artıqlamasını öyrədirsən. Hər şey aydındır. Çox sağ ol, çox təşəkkür edirəm. Amma bir dənə də sualım var. Mən sənin kimi qazanmaq istəyirəm. Bu necə olur ki, sənə bu qədər pulu verirlər, amma hər kəsə vermirlər? Yəni bunun yolunu, məntiqini mənə öyrədə bilərsənmi? Və o mənim həyata baxış düşüncəmi açdı. Çünki onunla danışana qədər mənim həyat hədəfim vətənimdə yaşayacağam, vətənpərvərlik, həyatımı burada quracağam və burada yüksələcəm pillələrə. Dedi Pərviz, mənim kimimi qazanmaq istəyirsən? Çox gözəl, onda dinlə məni. Bilirsən niyə şirkət mənə bu pulu verir? Çünki mən bunun qarşılığında həyatımı fəda eləmişəm. Nəyi? Venezueladakı həyatımı, ailəmi, isti ailə yeməyimi, bütün uşaqlıq xatirələrimi, dostlarımı, bütün mənim oradakı hər bir şeyimi, hətta dilimi belə fəda eləyib, gəlmişəm tanımadığım bir Azərbaycan ölkəsində, tanımadığım bir insana, tanımadığım dil, tanımadığım mətbəx, mənə yad bir mətbəx, yad bir həyat tərzi burada yaşayıb işləyirəm. Və bu fədakarlığın kompensasiyası olaraq şirkət mənə o pulu verir. Sən də bu pulu mu qazanmaq istəyirsən? O zaman belə isti ata ocağında, isti vətəndə rahat belə işləməklə bu pulu görməyəcəksən. Sən də mənim kimi yüksəl, daha da inkişaf elə, beynəlxalq dərəcəli mütəxəssis ol. Mən Azərbaycana necə gəlmişəm, sən də get mənim vətənimə. O zaman sənə bu pulu verəcəklər. Və həmin andan mənim üçün növbəti bir etap, hədəf doğur ki, deməli, mən artıq ölkə hüdudlarını aşmalıyam. Və o andan başlayıram menecmentə də bildirməyə ki, mənə bu şirkətin digər ölkələrdəki proyektlərində işləməyə şans verin. Və yol oradan başlayır. Və menecerə bu istəyimi bildirirəm, deyir, tamam, qeydə aldım və gedirəm. Üstündən hardasa bir 6 ay keçir. Bir gün menecer məni çağırır otağına, növbəti iş, dedim, aha, Xəzər dənizində hansı platformanın növbəti? Deyir, yox, bu dəfə artıq Xəzər dənizi deyil. Bu dəfə sən gedirsən Liviyaya. Mənim onda var yaşım 22. Universitetdən cəmsi il yarımdır. Bitirmişəm, il yarımdır cəmsi şirkətdə işləyirəm. Tək başına yollanırsan Liviyaya və növbəti proyekti orada yerinə yetirirsən. Və mən də siyasətdə heç yaxınımızda da əlaqəm olmadığı üçün Qaddafinin də kim olduğunu bilmirdim və o məni Qaddafinin ölkəsinə göndərirdi. Və mən sadəcə dəlicəsinə hə deyirəm. Və həyatımda bura gəlməyimdə ən önəmli faktor həyat mənə o fürsəti verəndə dəlicəsinə hə dedim. Bunun sayəsində və ona görə də gənclərə də hər zaman deyirəm ki, xəyallarınız yolunda dəlicəsinə fürsətlərə hə deyib sonra düşünməlisən ki, indi mən bunu necə eləyəcəm. Yəni, bütün yol bundan keçir. Həni deməmiş qabaq düşünməyək də düşün. Bəli. Və indi bura seminar yeri deyildi, çox danışa bilməyəcəm. İlk Liviyaya yollanıram, orada özümü doğrulduram, oradan sağ çıxıb qayıdıram. Liviyadan qayıtdığımın növbəti ayı Qaddafini devirirlər və orada dövlət çevrilişi baş verir. Və bu günə kimi də Liviya hələ də düzəlməyib. Mən orada bir ayda artıq qalsaydım, gələ biləcəkdimi bura, bilmirəm. Ondan sonra mənim Qazaxıstan səfərim başlayır. Ondan sonra Yujno Saxalin. Liviyada temperatur müsbət 50 dərəcə idi. Mən sonra yollanıram Saxalinə, mənfi 38 dərəcə. Yaponiyanın üstü. Orada çalışırıq, belə. Azərbaycanda çalışa LinkedIn profilimdə artıq özümü xarici ölkələrdə də doğrultmuş bir mütəxəssis kimi təqdim edirəm. Burada artıq brendinq edir, öz brendinqimi edirəm sosial mediada və Ərəb Əmirliklərində rəqib şirkət olan Baker Hughes şirkətinin diqqətini çəkir bu. Və onlar mənlə əlaqə keçirirlər və bildirirlər ki, biz istəyirik ki, sən bizimlə işləyəsən. Sizin o müəyyən şərtlər qoyduğunuz şirkət bu şirkət idi. Onu istəyərdim danışaq, çünki o yadımdan çıxmır. Məsələn, orada da bir maraqlı nüanslar var idi. Tamam. Deməli, Azərbaycanda işləyəndə şirkətdə normalda sizin olur normal aylıq maaşınız və vergini ödəyirsiniz təbii ki və bir neftçilərin digər bir fərqi olur ki, biz dənizdə platformalarda işləyəndə gündəlik field bonus anlayışı olan ekstra bir gəlir də qazanırıq. Həmin günlərimizi dənizin ortasında keçirdiyimiz. Yəni aylıq maaş və field bonus. Vəssalam. Gəlirimiz budur. Amma siz beynəlxalq bir mütəxəssis olanda, professional bir şirkət başqa ölkədə, o şirkət sizə müqavilədə nə təqdim edir? Aylıq maaş, housing allowance deyilir, ev pulu, car allowance deyilir, maşın pulu
təyyarənin uçuş biletlərindən tutmuş, işlətdiyiniz telefonun konturuna qədər hər bir şey, ailəsi, sığorta, bunlar hamısı şirkət tərəfindən təmin olunur. Və bu mütəxəssis mənlə əlaqə saxlayanda ki, biz istəyirik, biz səninlə maraqlanırıq, istəyirsinizsə biz sizə bir artıq müsahibə danışılır, razılığa gəlir və biz sizə təklifimizi göndərək. Biz sizə nə təklif edirik? Baxın, razısınızsa buna bir təsdiq meyli göndərin, biz sizə rəsmi müqaviləni göndərək. Sumqayıtlı Pərviz, o yaşda, gənc yaşlarımda cəmsi 4-cü ilimi keçirdim şirkətdə. Yaş 26 idi, 26 yaşımda və mail gəlir və maili açıram. Bütün bu rəqəmlər orada yazılıb, ev pulu, bu qədər, maşın pulu, bütün bu rəqəmə şok oluram və deyirəm ki, vəssalam, talih quşu qondu çiynimə. Amma orada bir dur deyirəm, bir tələsmə deyirəm və hər zaman bunu tövsiyə edirəm gənclərə ki, bir tələsməyin. Mütləq şəkildə bu yolu keçmiş adamdan tövsiyə alın. Yenidən müraciət edirəm Xoseyə. Xose, və əminəm ki, Xose mərd insandır, rəhbərliyə xəbər etməz ki, Pərviz artıq başqa şirkətlə maraqlanır. Bildirəm ki, bax Xose, necə təklifdir, qəbul edin falan. Xose də belə baxır, bir kəlmə deyir ki, artır. Necə? Artır rəqəmləri. Deyirəm, Xose, etmək eləmə, bu, yəni qorxum nədir? Bu beynəlxalq dərəcəli bir şirkətdir. Dünyanın Pərvizin gözünə, qaşına görə deyil bu məsələ. Pərviz bu işi bacarır deyə istəyirik. Pərviz amma bu şərtdən razı olmasa, dünyanın istənilən yerindən, istənilən insana bu təklifi yönləndirə bilərlər. Ona görə mən bu təklifi qaçırmaqdan qorxuram, amma Xose deyir ki, artır və mən də o vaxt təcrübəliyəm, amma bu insan bu yolu bilir. Görür ki, mən qorxuram, özü çəkil qırağa, keçir mənim laptopumun qabağına, bildirir ki, mən sizin şərtlərinizlə razı, amma ki, rəqəmlərlə razı deyilik. Zəhmət olmasa bu rəqəmləri, bu və bütün rəqəmləri artırır. Mən ağlamaq dərəcəsindəyəm, çünki talih quşu deyirəm və mənə deyir ki, send, yəni məsuliyyət olaraq send düyməsini özün basmalısan, göndər düyməsini. Və mənə o göndər düyməsini də bastırdırır və getdi mail ki, və dünənin bir gənci Baker Hughes Amerikan şirkətinə deyir ki, mən sizin verdiyiniz maddi təklifinə razı deyiləm, mən bu pulu istəyirəm. Mən də ağlama tutur ki, talih quşu qonmuşdu və özüm öz əllərimdən uçurtdum. Üstündən bir müddət keçir, Baker Hughes şirkətindən gəlir cavab ki, biz sizin şərtlərinizlə razıyam. Və indi mən Xoseyə Dədə Qorqud kimi baxıram. Sən hardan bildin bunun belə olacağını? Sadəcə bu insan bu işin bilirlər ki, şirkət hər zaman birinci verəcəyindən biraz az təklif göndərir, baxır ki, siz buna razı yoxsuz. Və o zaman belə deyək, bilmirəm, çox detallara girmiyorsuq. Bir dəfə də etiraz edəndən sonra artıq qəbul edirik və o məbləğləri qəbul edəndən sonra artıq geriyə bir şey qalmır. Yəni Abu Dhabidə yaşamaq və işləmək təklifini qəbul edirəm. O psixologiyadaydım ki, mən artıq deyirəm ki, əlvida vətən, əlvida hər kəs. Burada da bir şəxsi şirkətim var idi, onu da bağlayıram. Evimi, hər bir şey təhvil verib, maşınımı satıb, buradan təmiz gedirəm. Buradakı şirkətiniz nə ilə bağlı idi? Şəxsi inkişaf şirkəti idi və 20 nəfərlik bir kollektiv idi və təlimlər, seminarlar, şəxsi inkişaf yönlü fəaliyyət göstərirdik. Onu artıq o 3 il ərzində qurmuşdunuz. Bəli. Və amma mən komandaya təklif edirəm ki, mən artıq burada olmayacağam. Özünüz idarə edə biləcəksinizsə idarə edin, amma komanda bildirir ki, sizin maddi dəstəyiniz və rəhbərliyiniz olmadan bizə çətin olacaq. Onu da dedim, üzürlüsə, gəlin bağlayaq. Çox ziyana getmədən, yəni. Amma peşmanam, kəş bilmirdim. Yəni məsələ nə idi? Mən orada yaşayandan sonra həyatımda bir dönəm sonra vətənə geri dönmək qərarı verirəm. Amma gedəndə bu heç fikir məndə yoxdur. Çünki hər kəs gedəndə düşünür ki, hər zaman amma yaşayandan sonra bir içində yox, vətəndə yaşamağın yeri ayrıdır, hissi yaranır insanda və sadəcə Baker Hughes şirkətində 4 il Ərəb Əmirliklərində yaşayandan sonra digər bir rəqib şirkətdə həyatımı rotation kontraktına dəyişirəm, müqaviləsinə dəyişirəm və vətənə gedib gəlməklə bir həyat yaşayıram. Niyə belə? Mənim yanaşmam həyata budur ki, vətəndə qazanıb, vətəndə xərcləmək sərf eləmir. Əcnəbi, xarici, qürbətdə qazanıb, qürbətdə xərcləmək də sərf eləmir. Hər kəsə tövsiyəm odur ki, qürbətdə qazanıb, vətəndə xərclə. Bunun üzərinə bu dəqiqə həyat qurmuşam, yəni. Bu həm də sizin həyatınız çətin olmur, yarı orada, yarı burada. Yəni oturuşmuş bir həyatınız olmağını mane olur bu. İndi gəlir məsələsini dedik. Məsələ budur ki, oturuşmuş həyat mənim üçün deyil. Mən o həyatdan çox sıxılaram, yaşaya bilmərəm. Mən hər zaman, belə deyim də, 6 saat xarici olmaqla məndə bir dur nöqtəsi yoxdur. Gün ərzində mən durmuram. Yəni dura bilmirəm, belə deyək. Ona görə də bir də ki, mən belə deyim, çox dərin bir introvert olduğum üçün mənə bu həyat introvertliyi də təmin edir.
Necə ki, mən burada olanda ailə, hobbilərim, seminarlarım, təlimlərim, bütün günü insanlarla təmasdayam və müəyyən bir müddətdən sonra boğuluram. Mənə təklik, amma o təkliyi yaşaya bilmirəm. İmkanım olmur o təkliyi yaşamağa. Bu həyat sayəsində mən gedirəm ora, orada tək qalıram. Amma orada da müəyyən bir müddət sonra artıq sevdiklərimi istəyirəm və yenidən qayıdıram bura. Yəni həyatımın müəyyən dönəmini özümlə, müəyyən dönəmində sevdiklərimlə keçirirəm. Ona görə açıq desəm çox məmnunam bu şey. Amma təbii ki, fərqli dünyalardır. Oradakı mədəniyyət, mentalitet, düşüncə tərzi çox fərqlidir. Burada mənə biraz əcaib baxırlar hər tərəfli, amma ki yenə də problem yoxdur. Amma burada da mən demək olar ki, təmaslı bir həyat yaşamıram. Özümü bir izolyasiya eləmişəm, öz dünyamda yaşayıram. Yalnız sevdiyim və ağıldan ağıla bir-birimizi anladığım insanlarla ünsiyyətdə oluram. Özümə bir dünya qurmuşam, onu yaşayıram, belə demək olar. Yəni onda xarakterinizə uyğundur bu rejim. Bəli, tamamilə uyğundur. Amma bir çox insana çətin olur, təbii ki. Bu bəlkə də müsahibəyə baxanların bir sual yaranacaq ki, indi o xəyalımdakı həyat, xəyalımdakı maşın, xəyalımdakı ev məsələsi, məsələn, indi hansı maşını sürür, evi necədir? Buna bağlı danışaq bəlkə. Deyəcəklər, yenə deyək, həmişə mən onunla tənqid oluram ki, gəlir maşınını reklam eləyir, gedir. Bəli, xəyalımdakı maşınları sürürəm, həm Abu Dhabidə, həm də Azərbaycanda. Ad çəkib də çox da reklamlanır, idman maşınlarımı, xəyalımdakı o idman maşınları sürürəm və həyatımda artıq o maşını sürərdim bir xəyalım qalmayıb. O top maşınları da sürürəm, Bakının mərkəzində yaşayıram və Abu Dhabidə də o vaxtı, belə deyim, dənizə baxan belə bir şey olmuşdu ki, gəldim Abu Dhabiyə və deyildi ki, sən burada ev, mülk agentlə görüşməlisən. Otilya adında bir Rumıniyalı bir xanım idi. Soruşdu ki, necə bir ev istəyirsən? Mən də ki, o 15 yaşlı Pərvizin xəyalını bildirdim ki, dənizin kənarında bir ev istəyirəm. Və dedi ki, pulu və minnət, istəsən lap dənizin ortasında ola bilər. Dedim, necə? Deyir, gedək baxaq. Və ora Rahabic gedir adı. Suyun içində, süni şəkildə insan tərəfindən yaradılmış bir məkanda və mən gördüm, orada belə deyək də yaşadım və orada düz 4 il yaşadım. 4 il yaşayıb doyandan sonra artıq oranı təhvil verib bu rotation sistemə keçid elədim yəni. Puluna minnət deyəndə ki, orada neçə idi qiymətlər? Mən onda Azərbaycanda Sumqayıtda kirayədə qalırdım və aylıq 200 manat kirayə ödəyirdim. Orada aylıq ödənmir kirayə, illik ödənir və o evdə yaşamağın illik ödənişi 100.000 dirhəm idi. 100.000 dirhəm bizim pulla 46.000 manat edir. Yəni bu xəyalınızdakı evdə yaşamaq üçün onu illik 46.000-i dəlicəsinə bəli ödəyirdim yəni. Maraqlıdır bu xəyalınızdakı evdə yaşamaq, xəyalınızdakı maşınları sürmək və s. bir müddətdən sonra adiləşmədi. Bəli, təbii ki. Təbii ki, və artıq dediyim kimi bu xəyallar, yəni məsəl üçün mən gördüyüm insan Qalstukda kostyumdaydı. 15 yaşlı Pərvizin gördüyü uğurlu iş adamı və mən həyatdakı uğurları qazananda məsələnin kostyumda olmadığını anladım. Və kostyumda olmadığını anladığım gündən mən heç vaxt kostyum geymirəm. Yalnız belə sadə bir maykada oluram. Yəni hər zaman kostyum sadəcə bir rəsmi yerlərə dəvət olunanda onu da sıxılaraq geyinirəm yəni. Məsəl üçün həyatın yəni yalnız bir maşını sürməkdən, gözəl bir evdə yaşamaqdan ibarət deyil. Təbii ki, amma mən həmişə deyirəm ki, birinci bunları qazan, sonra bunlar boş-boş şeylərdir deyə boş-boş danış. Yəni bunlar boş-boş şeylər deyil. Bunlar birinci həyatda bunu dadmalısan. Yəni daddıqdan sonra deyə bilərsən ki, önəmli olan bu deyil yəni. O mərhələni şükür olsun aşdım və ona görə də həyatımda bu gün mənəvi dəyər səyahət eləmək, pulumu belə bir insanların həyatlarına bir anlam qatmağa xərcləmək, digər Azərbaycandakı seminar və təlimçilərdən fərqli olaraq mən təlimlərimin başda tutması üçün cibindən pul xərcləyən bir insanam. Yəni belə deyək. Təmənnasız şəkildə o seminarlar baş tutsun deyə. Bu dəqiqə anlamı o şeylərdə görürəm yəni və bundan zövq alıram. Həyatı yaşamaqdan zövq alıram. Plus o mərhələləri keçəndən sonra həyata əbədiyyət kimi yanaşıb da yalnız onun uğrunda vuruşursan. Yəni bizim insanımız bəzən bir evi almaq üçün bir ömrünü xərcləyir falan. Amma o anda da həyatda anlam axtaranda da hər şeyin necə müvəqqəti olduğunu da anlayırsan yəni. Onun üçün bu gün mənim üçün stabil bir ev, stabil bir həyat anlayışı yoxdur. Yoldaşımla mən bugün də bilirik ki, bugün Azərbaycanda və Ərəb əmirliklərində yaşayırıq, amma sabah ola bilsin Avropada yaşayacaq, onun da karyerası bu yönlü gedir, ola bilsin və bütün bu şeylərə biz artıq oturduğumuz divana belə, baxdığımız televizora belə müvəqqəti baxırıq. Bugün var, çox gözəl. Sabah həyat bunu əlimizdən alsa,
Bura qədər hekayə xoş idi. Nə gözəl. Yəni belə bir həyat yaşayırıq bu dəqiqə. Gərək o 40 yaşda bu dinliklə oyanmaq məcburiyyətiniz olmaması məsələsinə artıq 2 il qalıb. Buna tam olaraq o maddi, bəzən bir investisiya yatırılmış iş olaraq və s. yəni ki, maddi gəlir olaraq hazırsınız ki, artıq mən 40 yaşda daha rahat ola bilərəm. İndi burada bir tendensiya ilə üzləşmişəm, belə deyək. Çünki mən rahatlıqla bu gün rəsmi işimdən ayrılıb öz həyatımı yaşaya bilərəm. Çünki maddi ehtiyaclarımı qarşılamışam və bu günə sadəcə mənə lazımdır normal həyat xərcləri. Ona görə də məndə bu dəqiqə məcburiyyət yoxdur. Şəxsi biznesimin olması üzündən falan bir çox səbəblərdən ki, gedim hələ də o səhranın ortasında 45 dərəcənin altında çalışım. Amma burada bir məsələ var, bayaq toxunduğum bir mövzu. Mənim təkliyimi bu karyera hələ də təmin edir. Mən belə gəlib stabil bir həyat, hər gün məşğul olduğun işə get, gəl, hər gün ailə ilə, hər gün get, gəl, bunu yaşaya bilmərəm. Bunu ailəm də bilir, bu mənlik deyil. Ona görə də hələ də zaten o neft sektoru nə qədər də çətin olsa da bu mənim üçün bir rutinə çevrilib. Yəni artıq mənim üçün o çətinlik deyil, bu mənim üçün stabil bir şeydir. Yəni sırf o təkliyimi yaşamaq üçün hələ də bunu davam etdirirəm. Və ya bilirsiniz, Azərbaycanda nə qədər uğurlu olursan ol, sənin ulduzun ölkə xaricini aşan kimi sənə baxış tərzi dəyişir, yəni. Mən Azərbaycanda da mütəxəssis idim, amma sırf Ərəb Əmirliklərində çalışan bir mühəndis adı getdiyi üçün, belə deyək, bu addan da hələ də həyatımda istifadə elədiyim üçün hələ də davam etməyi düşünürəm, yəni. Açığı desəm, yəni. Ona görə də bugün həyatın yarı-yarı olması mənə sərf eləyir. Çünki orada da tək qalıram, şəxsi inkişafıma daha çox zamanım qalır. Oxumaq istədiyim kitabları oxumağa, baxmaq istədiyim filmləri baxmağa və özümlə zaman keçirməyə. Ona görə də hələ ki məmnunam. Ona görə 40 yaşımda siz məni hələ də bu karyera davam edən şəkildə görə bilərsiniz, yəni. Bu gün istəyirəm ki, o digər rejim məsələsində dediniz, amma həm də neft sektoru məncə sizin üçün bir maraqlı olub. Bəli, ki, oradan uzaqlaşmaq istəmirsiniz sanki. Təbii ki. Neft sektorunun maraqlı tərəfini deyim sizə. Birinci, bankomatdan belə saniyə o maraqlıdır. Yəni çəkdiyin əziyyətin sonunda, ayın axırında o bankomatdan o gələn pul maraqlıdır. Professional bir ortamda olmaq maraqlıdır. Bir çətin, hər kəsin edə bilməyəcəyi, sırf sən yetişdirilmisən şirkət tərəfindən bu işi görməyə, elə bir layihəyə atılıb, professionallar arasında bir stol arxasında əyləşib, bir plan qurub, sonra dünyanın hər ölkəsinə, hər qitəsinə, hər mentalitetindən insanların arasında bir layihəni bitirib o uğurlu sonluğa çatdırmaq, bunlar maraqlıdır. Bunlar insanın özgüvənini burada saxlayır. Yəni bu kimi cəhətdən mənə görə bunun verdiyi zövq onun çətinliyindən daha mənə çox gəlir, tərəzi baxımından desək. Amma hər kəs tab gətirə bilmir, çətin işdir. Yəni mənfi 38 dərəcədə gecə saat 3-də o qarın çovğunun içində, quyunun başında saatları, hər saniyəni hiss eləmək hər adam istəməz bunu. Həm də və ya 45-50 dərəcənin. Bəli. Və çünki bəzən dənizdə güclü külək olanda və s. iş prosesi, yəni dəmirlərin altında işləyirsən, hər an hər bir şey ola bilər. Mütləq şəkildə sağlığında bir şeylər itirirsən, yəni. Hansısa bir təhlükəli situasiya ilə qarşılaşdığınız olub indiyə qədər ki, məsələn, o deyir ölüm qalım məsələsi olub. Təbii ki. Yəni danışmaq istəmirəm bu dəqiqə. Yəni gözümün qabağında insanın sümüyü çıxıb, o sümüyü görmüşəm və ya özümün sağlığımda problemlər olub, xəstələnmişəm, ayağımı itirmə və ayağımın kəsilməsi ilə, amputasiya edilməsi ilə üzbəüz qalmışam həyatımda 2 dəfə. Olub bu cür hadisələr. Bu onun bir hissəsidir, yəni onunla bir yerdə gəlir. Onsuz qaçınılmazdır. Amma ki professional şirkətlərdə bütün təhlükəsizlik qaydaları təmin edildiyi üçün və biz də bu yönümlü işini bilməklə bərabər təhlükəsizliyin qayğısına qalmaq sənin və iş yoldaşlarının bunun üzərində də professional cəhətdə yetişdirildiyimiz üçün bu sektor bu qədər təhlükəli olmasına baxmayaraq ki, neft sektoru dünyanın ikinci ən təhlükəli peşəsidir. Təhlükəsiz şəkildə işlər aparırıq. Amma ki, illər öncə Azərbaycanda baş verən hadisədə yəqin ki, xatırlayırsınız və ya Gulf of Mexico'da baş verən hadisələr başa düşmək olur ki, yəni bəzən bu qaçınılmaz olur, yəni. Və bu da bizim həyatımıza bir dəyər qatır. Çünki hər dəfə ailə ilə sağollaşıb yollananda işə düşüncəmin bir yerində də bu mənim sonuncu gedişim ola bilər deyib də sağollaşıram. Bu da var. Yəni amma mən bunu dramatikləşdirmək istəmirəm, yəni belə deyək.
Azərbaycanda biznesiniz məsələsinə toxundunuz. Bir kafeniz olduğunu bilirəm. Bəs Bəli. ümumiyyətlə Azərbaycanda başqa biznes fəaliyyətiniz varmı və yaxud hardasa investisiyanız və s. Belə deyək, mən hər zaman biznes qurmaqdan qaçınmışam. Çünki mənim üçün elə mentor dediyim, mənim bir çox iş adamı, dostlarım var. Mən həmişə bir şey baxıram. Okay, neft sektorunda bir mütəxəssis olmaq üçün nələr gərəklidir, hansı keyfiyyətlər gərəklidir özündə formalaşdırmalı olduğun. Baxmışam və demişəm ki, tamam, bu keyfiyyətləri mən özümdə formalaşdıra bilərəm. Bir yazar olmaq üçün nə lazımdır? Bir təlimçi olmaq lazımdır. Amma ki, biznes baxımından baxmışam ki, mənim biznesmen yoldaşlarım necə ayaqda qalırlar. Uğurlu olanların həyatlarına baxmışam və onların keyfiyyətlərə baxmışam. Bəzi keyfiyyətləri ki, gərəkir sən bir biznesmen olmaq üçün bunlara sahib olmalısan, bunlarla uğraşmalısan. Mən bir qərar vermişəm ki, mən bunlarla gərəkmə, həyat mənə bunu məcbur etmədiksə, uğraşmaq istəmirəm, belə deyək. Ondan sonra stereotipləri qırıb bizim bir artıq xəyalımda gələcək bir məkanımız var. Normal günlərdə bu bir coffee shop kimi fəaliyyət göstərir, amma bu fəaliyyət nə üçün? Özünü ayaqda saxlamaq üçün coffee shop kimi fəaliyyət göstərir, amma orada həyatımın bütün fəaliyyətlərini orada toplamışam. Məsəl üçün bütün seminar təlimlər, mənim və bir çox seminar spikerlərin, təlimçilərin təlimləri o məkanda baş tutur. Kitablar orada yerləşdirmişik. Həmçinin canlı musiqilər orada baş tutur. Bunun kimi, hətta tango rəqsinə kimi bir çox fəaliyyətlər bu məkanda baş tutur və bu mənim xəyalım idi. Yəni ki, biri var özümün bir sevdiyim işləri görmək üçün bir yerlərə getmək. Mən istədim ki, onları hamısını öz məkanımda birləşdirim və öz məkanımda yaşayayım, öz dünyamda yəni. Ona görə də şükürlər olsun ki, bugün həvəslə musiqisini dinləməyə getdiyim müğənnilər artıq bugün orada, bizimlə birlikdə orada ifa edirlər və ya rəqsi deyim və ya təlimlər, seminarlar artıq kimsə bəzi məkanlara gedib o məkanların qoyduğu limitli qaydalar altında bir nitq söyləməkdənsə öz məkanımda rahat şəkildə fəaliyyət göstərirəm, belə deyək. Və bu sizə xoşdursa, niyə deyil? Bəli, bəli. Və burada heç bir biznes marağı güdülmür. Əksinə biz cibimizdən pul qoyuruq ki, o biznes ayaqda fəaliyyət göstərsin. Yəni təbii ki, iş adamı dostlarım mənə bu yöndə çox dəli kimi baxırlar. Yəni həmişə kimi 15 yaşımdan bu günə kimi həmişə elə baxılmışam. Amma oradakı mənəvi dəyər heç bir şeyin, heç bir maddiyyatla ölçülə bilməz yəni. İndi bütün ümumiləşdirəndə bu gün o 9-cu sinifdə məktəb vaxtı xəyal etdiyiniz tam həyat odur? Şükürlər olsun. Odur, amma mən bunu həyatın cilvəsi adlandırıram. Hər zaman da gənclərə deyirəm ki, xəyalın yolunda gərəkənin hər bir şeyi sən öz üzərinə düşən gərəkəni eləməlisən. O anda hansı elmlər, hansı biliklərə edinməlisən, onu edinməlisən və hansı fəaliyyətlərdə olmalısınsa, onu eləməlisən. Əgər sən bunu etdiyin, o səviyyə deyirəm, o səviyyədə etdiyin anda həyatda iki hissi yaşayacaqsan. Bir, ilahi qüvvəni hiss edəcəksən. Bəzi şeyləri, bəli, bu şeyləri mən elədim deyə bilərsən. Amma o nöqtəni edirsənsə gərəkəni, yəni 100% etməli olduğun, o 98%-ni edirsənsə, onun o son faizini görəcəksən ki, ilahi qüvvə tamamlayır. Yəni, bizdə buna şans deyirlər, elə deyil. Sən uğur qazanmaq üçün gərəkən hər bir şey edəndə həyat gəlir səni məhz o nöqtəyə oturtmaq üçün bir çox hadisələr bir-birini tapır. Və onda başa düşürsən ki, bu mən deyildim. Burada bir ilahi qüvvə rol oynadı. Bunu hiss edəcəksən. İkincisi də ki, həyatın cilvəsi deyilir. O zirvə ki, xəyalındakı gələcək dediyin o zirvə, o gələcək gəldiyində xəyalındakı kimi olur. Amma bir çox üstündə bonus sürprizlər də gəlir. Və bu dəqiqə mən o bonus sürprizləri yaşayıram. Yəni ki, gözləmirdim. Bu artıq hədiyyə kimidir və o həyatla uyum içində o hədiyyələri qəbul eləyib, onun hikmətini anlayıb, onun axını ilə getməyə çalışıram. Belə deyə bilərəm. Yəni istədiyinizdən də daha yaxşıdır. Bəli, ki mən bu dəqiqə həyata borcluyam. Çəkdiyim əziyyətin mənə qat-qat artığını verdiyi üçün. Mən kredit açıb mən minnətliyəm, belə demək olar. Çox sağ olun Pərviz bəy, xoş oldu sizinlə həm söhbət olmaq. Vaxt ayırıb Azərbaycana döndüyünüz o bir aylıq müddətdə bizə də zaman ayırdınız. Uğurlar sizə. Növbəti müsahibələrdə inşallah yəqin ki, daha böyük uğurlarınızdan da danışarıq. Və mən niyə bunları danışıram? Yəni niyə gənclərin qabağına keçib danışıram? Çünki geriyə baxanda 15 yaşlı Pərviz kimi çox gənc gördüm. Potensialı olan, xəyalları olan, sadəcə kifayət qədər
məlumatı olmayan, kifayət qədər istiqaməti olmayan, bir fitilini bir yandırsan, alışıb nələr edəcək həyatda bir gənclər gördüm. Yəni Amerikan kitablarından yox, öz real həyatımdan, real hadisələrindən ki, şirin və acılı tərəflərini göstərərək bütün dərdim sərim bunun mümkün olduğunu göstərməkdir. Mümkündür. Fəhlə oğlundan tutmuş istənilən qız və oğul Azərbaycanda istədiyi xəyalındakı gələcəyi qura bilər. Azərbaycan belə bir münbit ortamdır. Ona görə də buna nəfəsimizi sərf edirik, bundan danışırıq. Təbii ki, özümüzdən danışırıq. Bu bir egoya gedib dayana bilər, öz tərifə gedib dayana bilər. Amma kamil olan, arif olan burada başa düşür ki, bu eynəkli arıq oğlan bunu edibsə, demək ki, mənə də bunda bir yol var, yəni. Və bu yöndə də gənclərlə illərdir artıq fəaliyyət göstəririk, yəni. Yerli təcrübələr əslində çox önəmlidir. Bəli. Bəli. Çox sağ olun Pərviz bəy. Çox Bir daha xoş təşəkkürlər. olun. Təşəkkür edirəm. Sağ olun.